Salam dostlar. Geçen bölümümüzü artıq yekunlaşdırdıq. Bugünkü bölümümüzdə biz yeni mövzular, yeni dərsliklər keçəcəyik. İlk dərsimiz Shared Preference. Shared Preference nədir və nə üçün istifadə olunur? Shared Preference kiçik həcmli dataları yadda saxlamaq üçün lazım olan bir metoddur. Və bunlar ilk dəfə yaradılanda bunları bizə bu sistem bizə məlumatları XML faylı içərisində yaradır. Yəni biz ilk dəfə məsələn tutalım ki, kiçik dataları, hər hansı bir dataları telefonumuzda yadda saxlamaq istəyiriksə, o halda Shared Preference-dən istifadə edirik. Shared Preference-dən istifadə edən zaman, yəni bunun bizə əsas xüsusiyyətləri ondan ibarətdir ki, avtomatik olaraq məsələn tutalım ki, biz hər hansı bir tutalım ki, məsələn giriş parolu eləmişik, bir dəfə məsələn hər hansı bir səhifəyə daxil olmuşuq, hər dəfəsində o eyni parolu yazmaq məcburiyyətində qalmadığımız zaman, bax bu Shared Preference-dən istifadə edirik. Və yaxud da ki, məsələn tutalım ki, hər hansı bir kiçik məlumatlar var ki, yaş haqqında və yaxud da ki, haqqında nəsə hər hansı bir məlumat, adı, familiyası haqqında həmin məlumatları yadda saxlaya bilirik. Yox, əgər məsələn bizim datalarımız böyük həcmlidirsə, o zaman SQL-dən və Room bazasından, data bazasından istifadə etməliyik ki, artıq böyük məlumatları biz SQL və Roomlardan istifadə edəcəyik və bunların vasitəsilə də belə deyək, böyük məlumatları öz telefonumuzda saxlaya bilərik. Lakin SQL-dən də Roomdan da Shared Preference daha sürətli işləyir. Çünki daha qısadır, daha kiçik həcmlidir. Ona görə də məsələn biz hər hansı bir kiçik həcmli məlumatları yadda saxlayanda mütəmadi olaraq Shared Preference-dən istifadə etmiş oluruq. İlk öncə bunun əsas istifadə qaydasını, istifadə metodunu mən sizə başa salım ki, bunu nə üçün istifadə edirik? Məsələn, tutalım ki, biz belə deyək, Android Studio'nun öz səhifəsinə daxil olaq. Burada məsələn bizə özümüzə uyğun olaraq bir dənə form yaradaq. Tutalım ki, bizdə burada bir dənə edit text var. Məsələn, edit text. Və tutalım ki, burada 2 dənə buton olsun. 1 və 2. Və bir dənə də text view olsun, nəticələri görə bilək. Burada düzəliş dizaynları edək. Məsələn, plain text-də məsələn ID-sini eləyək, tutalım ki, age text məsələn. Və burada refactor eləyəndə bildiyiniz kimi current fayl edirik və refactor edirik. Artıq məsələn tutalım ki, buradakı yazını graft eləyək, mərkəzdə edək. Və burada da artıq məlumatlar olduğu kimi məsələn tutalım ki, textdə burada name-i silək, mane olmasın və burada da printlə qeyd eləyək ki, tutalım ki, age. Butonları edək. Məsələn, butonlarda ID-sini burada yazıram save. Save buton. Bunları artıq bilirik. Ona görə də mən daha sürətli yazıram ki, zamanımız çox getməsin. Yəni, siz də mənim kimi tez-tez yazsanız daha yaxşı olardı. Delete buton. Current fayl edirik, refactor edirik. Və burada da yekunda da burada da məsələn text view burada olsun. Bircə text refactor eləyək. Burada yazını da tutalım ki, graft edək mərkəzdə. Size-ını edək. Text size-ını tutalım ki 24. Həcmi böyük olsun. Burada biraz görkəmini background edək. Burada tutalım ki rəngi olsun sarı. Biraz həcmi büyüdü. Burada da background olsun. Tutalım ki yaxşı. Məsələn. Və burada da text adını dəyişək. Text hissəsində yazsın nəticə. Alsın bu cür. Baxın dostlar. Burada butonların da adını dəyişək həmçinin
save və delete. Eyni qaydada bu butonların on kliklərini düzəldək, funksiyalarını. Save. Burada da delete. İlk öncə olaraq həmin bu funksiyaları burada yaradıram. Save. Möhtəcal içərisində view ekranla bağlantısını edirəm və ikinci funksiyamız da delete, eyni qaydada view və bəzəkli möhtəcadan istifadə edirəm və sonda isə burada biz view binding'i öyrənmişdik. View binding'i burada tətbiq edək. Bunu etmək üçün də Gradle skriptə daxil olub, Gradle'ın içərisində biz nə edirdik? Android skriptin içərisində, skopun içərisində artıq biz burada build feature eləyirdik və build feature'ın içərisində artıq view binding yazıb bunu icra eləyirdik. Və burada sync now edəndə artıq view binding bizim Android Studio'da öz klasını yaradırdı. Öz klasını yaratdıktan sonra biz bunu artıq bağlayırıq və main activity'ye geri dönürük. Burada da yazırıq latent var. Binding, activity main binding və burada da binding, activity main binding, inflate, live inflate və var view binding root edirik və burada da bizim view'umuzu artıq çağırıb istifadə edirik. Və eyni prinsiplə də binding yazıram və nöqtə işarəsi qoyanda artıq bax gördüyünüz kimi bizim yaratdığımız text view, edit text, həmçinin save butonlar, delete butonlar hamısı artıq gəlir. Deməli bizim bindingimiz burada aktiv vəziyyətdə. Proqramımızı bir dənə run eləyirəm. Görək görüntüsü necədir. Ondan sonra isə artıq keçirik bunun ikinci əsas məsələsinə. Burada biz constraintləri verməmişik. Ona görə də hamısı baxın bir tərəfdə üst-üstə qalıb. Burada mən uzun şəkildə gördüyünüz kimi avtomatik verəndə özlü çox eybəcər bir formada verir. Ona görə də əllə verməyimiz, yazmağımız, düzəltməyimiz daha uyğundur, daha məqsədə uyğundur. Bunu da məsələn bu cür eləyək. Alın ki bu bura. Bu bura. Burada qalsın. Bu da burada həmsini bura bağlayaq və eyni prinsiplə idarə edək. İndi biz bunu yenidən run edək, görək görüntü necədir. Bizi qane edirmi? Normal. Artıq dərsimizi davam edə bilərik. Baxın dostlar, biz nə edirdik? Biz məsələn bunları artıq keçmişdik ki, buradakı yazıları yazırdıq. Məsələn mən bunu siz indi özünüz də edə bilərsiniz. Məsələn bu funksiyanın içərisində yaza bilərsiniz ki, məsələn burada yazılan sözü gətirsin nəticədə çıxartsın. Yəni eyni sözü. Və bu həmin nəticədə biz çıxardanda proqramı biz bağlayanda, söndürüb yandıranda artıq buradakı məlumat olduğu kimi qalmırdı. Yəni silinirdi. Bunu biz shared preference vasitəsilə artıq bu məlumatı burada yadda saxlaya bilərik. Yəni proqram sönsə də, proqramdan çıxılsa da artıq buradakı belə deyək məlumatlar olduğu kimi burada qalacaq. Bununla bağlı artıq ikinci dərsimizdə kod sisteminə keçək, ikinci dərsimizdə bunları davam edək.